İnanın, bu deserti siz hər gün hazırlamaq istəyəcəksiniz. Çünki çox sadə və inanılmaz dadlıdır. Elə bir reseptdir ki, hər kəs bacarar. Çünki xəmir yoğurmuruq, hazır qat-qat xəmirdən istifadə edirik. Ən çətin hissə sadəcə almaları doğramaqdır. Qalan hər şey çox rahatdır. Almaları soyub kub-kub doğrayırıq. Adətən bu növ şirniyyatlara turş alma istifadə edilir, çünki turş alma daha tez yumşalır. Məsələn, smirinka sortu. Amma mən ondan tapmadım və biraz şirin alma sortundan hazırladım. Üzərinə vanil, zəncəfil, mihək, badyan və biraz su qatırıq. Bu ədviyyatlar desertə möhtəşəm ətir verəcək. Almaları qoyuruq bişməyə. Arada qarışdıraraq qapağın altında vam odda tam yumşalana qədər bişiririk. Sonra tez soyuması üçün bir qaba boşaldıb qoyuruq bir qırağa. O vaxta qədər buzu açılmış mayasız qat-qat xəmiri biraz yayırıq. Amma çox nazik olmasın. İki eyni hissəyə bölürük və bir hissəsində bıçaq ilə kəsiklər atırıq. Sonra əlimizlə həmiri dartırıq ki, deşiklər biraz böyüsün. Həmirin o biri hissəsini bıçaq ilə bir neçə yerdən deşirik və üzərinə işlikdən qoyuruq. Qıraqların boş qalmasına diqqət edirik. Üstünü deşikli olan həmir ilə bağlayırıq, qıraqlarını çəngəl ilə bastırırıq. Üzərinə yumurta sarısı sürtürük və soba qabına yerləşdirib öncədən 200 dərəcəyə qədər isidilmiş sobada 25 dəqiqə bişiririk. Ümumiyyətlə bu deserti istənilən formada bükə bilərsiniz. Məsələn, başqalarını mən bir qədər kiçik ölçüdə hazırladım. Bunun dadına heç bir təsiri olmayacaq. Sobadan çıxardan kimi də elə isti-isti üzərini bal ilə sürtün və çay dəmləyib həzz alın. Videonu bəyənməyə və kanalıma abunə olmağı da unutmayın.